Mən çiyələk mürəbbəsini anamdan öyrəndiyim üsulla hazırlayıram və bu üsulla çiyələklər nə dağılır, nə də rəngini itirir. Amma siz isə bildiyiniz başqa üsullarda da bişirə bilərsiniz. Əvvəlcə çiyələkləri yaxşıca seçib 2 dəfə təmiz su ilə yuyuram. Sonra yarpaqlarını təmizləyirəm. Daha sonra çiyələkləri şəkərlə lay-lay düzürəm. Mən 1 kiloqram çiyələyə təxminən 800-900 qram şəkər əlavə edirəm. Bu şəkildə bir gecə saxlayıram ki, çiyələklər öz şirəsini buraxsın. Səhər isə qazanı ocağa qoyub mürəbbəni bir dəfəyə bişirirəm. Qaynama zamanı üzərinə çıxan kəfi salfetka ilə və ya qaşıqla yığıram. Mürəbbə hazır olduqdan sonra isti-isti steril bankalara doldurub qış üçün saxlayıram. Bu üsulla hazırlanan çiyələk mürəbbəsinin rəngi açıq və gözəl olur. Çiyələklər dağılmır və dadı da möhtəşəm olur. Siz bu üsulla sınayın, nəticəni mənimlə bölüşün. Sonda isə 2 xörək qaşığı mürəbbənin mətinə yarım çay qaşığı limon duzu qarışdırıb əlavə edirəm mürəbbənin üzərinə. Bu onun rənginin daha açıq olması üçün yardım edir və 5 dəqiqə ocaqda qaynatdıqdan sonra mürəbbənin altını söndürürəm və ocaqdan götürürəm.